Həyatımın və yaradıcılığımın ən yaxın kəsi, dostum, silahdaşım, əziz qardaşım Cabir İmanov dünyasını dəyişib. Sanki bir yuxunun içindəyəm və onun tez bitməsini istəyirəm. Bunları Xəzər Media Mərkəzinin baş direktoru, xalq artisti və Bakılı Oğlanlar Keven Teatrının keçmiş üzvü Murad Dadaşov, yaxın dostu Cabir İmanovun vəfatı ilə bağlı Qafqaz Infoya açıqlamasında qeyd edib. Murad Dadaşov yaxın dostunun itkisini belə izah edib. Elə gün yox idi ki, bir-birimizin səsini eşitməyək. Gündəlik azı 20-25 dəqiqə danışırdıq. Ona deyirdim ki, Cabir, bizi kənərdən kimsə gütsə, deyər ki, bunlar dəlidir, nə danışırlar? Mahnıdan başlayıb kinoda bitirirdik. O qədər çoxşaxəli bir tarix yaşamışıq ki, Cabir mənim ürəyimin bir parçası idi. Allahın belə dəhşətli günü mənə niyə yaşatdığını başa düşə bilmirəm. Xalq artisti, sənət yoldaşı olan Cabir İmanovla eyni zamanda peşəkar fəaliyyətə başlamaqlarından bəhs edib, bütün səhnəciklərdə, səfərlərdə, hər bir işdə bərabər idik. Televiziya təcrübəmiz də eyni gündə başlayıb. O zamanlar AzTV2-də Bir Cənub şəhərində adlı layihəyə bərabər başladıq. O gün bugündür, ailələrimiz, həyat yoldaşlarımız çox yaxındır. Murad Dadaşov Cabir İmanovun övladlarına deməyə söz tapa bilmədiyini qeyd edib. Nə deyim Cahangirə, Süleymana, nə söz tapım? Onlar adi bir ata yox, Cabir kimi ata itirdilər. Bu həyatda hər şey öz yolunu tapır, hər şey düzəlir, ancaq Cabirin itkisi mənim üçün çox böyük zərbədir. Çoxdandır bu cür pis durumda olmamışam. O cümlə ki var, sözün bitdiyi an, bir təhər səslənir, o qədər adiləşir ancaq, bu gecə də qutaracaq, sabah səhər başlayacaq, mən Cabirin zəngini gözləyəcəm. Bugün onunla vidalaşanda inana bilmirdim ki, biz bir də heç vaxt görüşməyəcəyik. Heç vaxt onu qucaqlayıb, öpüb, bağrıma basıb, ürək sözlərimi deyə bilməyəcəm. Onunla bərabər bugün mən də öldüm.